Börəklərimizdə daş niyə yaranır? Deməli, sidikdə duz və mineralların miqdarı çoxalan zaman onlar kristallar şəklində börəyimizə çökərək daşı formalaşdırır. Bəs bu daşı yaradan amillər nələrdir? 1. Az su içmək. Biz suyu az içdiyimiz zaman sidiyin tərkibi tündləşir. Yəni onun tərkibində duz və mineralların miqdarı artır. Nəticədə isə börəklərimizdə daşlar yaranır. 2. Duzlu və heyvan mənşəli qidaların normadan çox istifadə olunması. Deməli, duzlu qidalar sidikdəki kalsiumun miqdarını çoxaldır. Heyvan mənşəli qidalar isə sidiyi turşulaşdırır. Bu da ki, daşların əmələ gəlməsinə səbəb olur. 3. Genetik meyillilik. Əgər ailənizdə böyrək daşı problemi yaşayan insanlar varsa, siz də risk altındasınız. 4. Bağırsaq problemləri. Deməli, bağırsaq problemləri fonunda yaranmış əzələ spazmları sidiyin normal axımına mane olur. Bu da ki, börəklərimizdə kristalların toplanıb daşa çevrilməsinə gətirib çıxarır. Və 5. Sidik yolu infeksiyaları. Əgər böyrək mənşəli problemlərdən əziyyət çəkirsinizsə, məsələn, əldə ayaqda şişkinlik, göz altında torbalanma, yaxud da ki, sidiyə gedərkən göynəmə, yanma hissiniz varsa, bu problemi bitki mənşəli Durex tabletləri ilə aradan qaldıra bilərsiniz. Bildirim ki, Durex tabletləri dərman deyil. Bu məhsulun tərkibində qızılçətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstraktları var. Bu bitkilər börəklərimizdə qan dövranını yaxşılaşdırır. Antimikrob, yəni iltihab əleyhinə təsir göstərir. Daşların yaranmasının qarşısını alır və eyni zamanda sidik ifrazını da yaxşılaşdırır. Nəticədə isə əldə ayaqda şişkinlik, göz altında torbalanma və sidiyə gedərkən göynəmə ağrılar da aradan qalxır. Bildirim ki, məhsulun bir qutusu 1 aylıq müalicə üçün kifayət edir. Poşa istehsalı olan bitki mənşəli Durex tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.